zəng edirəm. Ümidvaram ki, yeni illə bağlı olaraq ümidvaram ki, cavab verər. Elcandı. Elcan. Alo, salam aleyküm. Assalamu alaikum. Necəsiz, keyfiniz, əhvalınız? Keyfim belə də, hələ ki evdəyəm, xəstələnmişəm. Niyə özünə baxmırsan? Niyə yemək evi, içmək evi istəyirsən? Yeməli, içməli deyil. Sinirdi, oturaq sinirdi də, soyuqlatmışam. O vaxt mən avariya düşmüşdüm. Zədəlidir. Həmişə soyuqlayanda tutur mənə bir həftədə buraxmır. Allah sənə yardımcı olsun. Allah sənə və sənə ailəvə xeyir və bərəkət versin. Amin. İnşallah, cümləmizin, inşallah, inşallah. Elcan, mən səndən yəni mübahisə... Hə, buyur, buyur. Qızıqlanıb zəy vurmuşam, hiss eləyirəm. Həcən, həcən. Deyirəm, hiss eləyirəm, qızıqlanıb zəy Yox, vurmuşam. valla görmüsən, mən qızıqlansaydım, mən səndən belə deyək də, nəfsimə dəysəydi, mən səndən gözəl şəkildə danışmazdım. Sənin üçün xeyirli olaraq Allaha dua etməzdim. Mən qızıqlanmamışam. Maşallah, sən o xarakterini çox istəyirəm, həqiqətən. Mən sənə O təşəkkür edirəm. xarakterin mənim çox xoşuma gəlir, maşallah. Çox sağ ol. Mən, Aycan, mən yəni çox sənin vaxtını almaq istəmirəm. Həm, yəni, biraz vəziyyətin, yəni, xəstəsən ona görə, həm də ki, heç ehtiyac yoxdur da ona görə. Sən... Abi, bir dənə üzürlü say, mənim qonağım gəldi, bircə dəqiqə olmayacaq, bircə dəqiqə olmayacaq, heç bircə dəqiqə olmayacaq. Yəqin ki... Gəl. Hə, buyur. Neyinizdir əziyyət çəkib, qardaşım? Buyur. Elçin abi, bəlkə bir səs atasan, mən sənə səsdən cavab verəm. Yox, bax, bircə dəqiqə olmayacaq. Yeni illə bağlı olacaq. Bayram keçirdirsən, hə, yox. Çünki qonağın da deyəsən yeni ilə olaraq gəldi sizə. Belə baxıram ki, yeni illə... Yox, xəstəyəm deyə yanıma gəlir. Xəstəm olan qardaşlardandır, xəstəyəm. Anniyə əziyyət çəkirdim. Gəl, xoş gəlmişsən. Yeni ili keçirəcəksən, yoxsa yox. Yeni ili sizin dində qadağa var, yoxsa yox? Yeni ili qeyd eləməkdə yox, heç nə. Biz yeni il gəlir də, il dəyişir, ham bir-birini təbrik eləyir. Allah qadağa qoymayıbsa, mən niyə qadağa qoyum? Mən sən vaxtını almayayım, təşəkkür. Elə onu bilmək istədim, ona görə. Sənə xoş istirahətlər, təşəkkür edirəm. Allah razı olsun. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun. Çox. Deməli, bildiyiniz kimi Elcan idi, hədis inkarçısıdır. Yəni, hər şey Quran-ı Kərimdə var deyirsə, bu dinin daşıyıcıları, Quran-ı Kərimdə hər şey var deyirsə, yəni bayramı isbat və subutu, yeni ilin isbatı və subutu nə Tövratda var, nə İncildə var, nə də Quran-ı Kərimdə var. Amma buna baxmayaraq hədis inkarçıları bu bayramı keçirdirlər. Soruşsan ki, Quran-ı Kərimdə var, deyəcəklər, yoxdur. Və belə bir sözləri var. Deyir ki, qadağası yoxdur ki. Tamam, bunun təsdiqi varmı? Yəni, hər bir şey Quran-ı Kərimdə varsa, orada var. Deməli, olunmalıdır. Yoxdursa, deməli, bu keçirilməyib də, Peyğəmbər bunu keçirtməyib. Peyğəmbərin dönəmində illər dəyişirdi mi? Dəyişirdi. İsa Aleyhisselamın mövludunu bilirdi mi? Anadan olduğunu bilirdi mi? Bilirdi mi? Peyğəmbər bunu öz həyatına salıb etdi mi? Yox. İl dəyişməni etdi mi? Yox. Yoxlar, nə qədər yox var? Onda Quran-ı Kərimdə siz də məni bağışlayın, sperma içmək olar, yoxsa yox? Deyəcəklər ki, yəni spermanın özü insan dünyaya gəlir də, qadın və yaxud kişi. Spermanın özü içmək olar, qadağası var Quran-ı Kərimdə. Nəcis deyil ha o, mən nəcisdən danışmıram. Allah Subhanahu taala deyir ki, sizi pak bir nemətdən, pak bir nütfədən yaratdım. O bir pakdır. Onu içmək olar, spermanı içmək olar, kişi belindən
Qadın sinəsindən gələn spermanı içmək olar. Onda bunun qadağası yoxdur, içə bilərsiniz. Elə isə mövzuya qayıdıram. Hədis inkarçılarından biri Elzana zəng etdim və o dedi ki, bunun qadağası yoxdur. Baxın, hədisləri inkar edərək başqa dünyavi kafir olacaq hədislər söyləyən insanları öz həyatına salırlar. Allahu Ekber. Bu ne din yaşamaktır? Özünüz qərar verin. Hədis inkarçısı olasan və deyəsən ki, bunun bir problemi yoxdur. Mənim daha heç sözüm yoxdur. Siz hədis inkarçılarına Quran-ı Kerimdə olmayan bir şey öz həyatınıza salırsınız və onu müdafiə etməkdən ötürü başqa yerlərə, başqa mövzulara gedirsiniz. Təşəkkür edirəm. Özünüz qərar verin. Allah sənə hər hansı bir bayramı keçirtməyi qadağan eləmir. Müsəlman bayramı deyilən bir şey də yoxdur, özünüzü yormayın. Ramazan bayramı yoxdur, Ramazan ayı var və o aya şahid olduğunuzda oruç tutun deyə bir əmr var. Qurban bayramı deyilən bir şey yoxdur. İbrahimin nə bilim oğlunu qurban kəsimi ilə əlaqədar o zamandan bəri gələn bayram deyilən bir şey yoxdur. Bu ac, kasıb, yetim ildə bir dəfə sənin qurban kəsimini gözləsin ki, sən ona 1 kilo ət verəcəksən. Elə qurban kəsmək istəyirsənsə Allah yolunda hər gün nə bilim imkanın qədər ayda 2 dəfə kəs qurbanı payla, kasıba, yetimə. Yəni bu sizin dini rituallardır. Siz sadəcə ayıla bilmirsiniz. Assalamu aleykum və rəhmətullah. Deməli, İslam dinində Qurban bayramı, Ramazan bayramı yoxdur. Amma yeni ili keçirtməyəcək bir qayda qanun yoxdur. Yeni ili öz həyatına salırlar bu hədis inkarçılar və Quran inkarçıları. Amma Ramazan bayramını, Qurban bayramını həyatlarına salmırlar. Yahudinin və xaçpərəstin dinindəki olan dini ayinləri öz həyatlarına salırlar. Ramazan bayramını, Qurban bayramını öz həyatlarına saymırlar. Bu necə zehindir, necə dindir bu? Allahu Ekber. Qətiyyən ziddiyyətli olacaq bir dinləri var. Bu Quran inkarçılar, bunlar hədis inkarçıları demək olmaz. Bunlara Qurani də demək olmaz. Burada çox sözlər var. Aleyküm salam, aleyküm salam. Elhamdülillah. Biraz xəstələnmişəm, Rəbbimizə təriflər olsun. Evdəyəm, müalicə alıram. Videona da baxdım. Deyirsən ki, biz yəni Quranla gedənlər kim gördük ki, yeni illə bağlı bir təlimat. Bəs bir gözəl bir sual verim sənə. Yəni bu sualı sağa sola çəkib çevirmə, xahiş edirəm. Harda yeni ilin qadağasını gördün? Harda yeni ilin qadağasını gördün? Yəni demək istəyir ki, bu qadağa deyil ki. Bəs sən harda Qurban bayramının, Ramazan bayramının qadağasını gördün? Nə oldu? Xristiyan bayramını müdafiə eləyirsən. Sənə uyğun olmayan, İslamın təməlində olan Ramazan Qurban bayramını inkar eləyirsən. Allahu Ekber. Orada nə bilim yolka qurulmasıdır, nə bilim Şaxta baba gəlməsidir, neynəməsidir. O məsələn müəyyən xalqların keçirdiyi bir ritual ola bilər. O ritualın bizə heç bir dəxli yoxdur. Yeni il dəyişir. Başa düşürsən? Bu dəyişəndə qohumlar gedir, bir-birinə yad eləyir. Elə Ramazan bayramını da, Qurban bayramını da belə müdafiə elə də. Niyə yeni ili müdafiə eləyirsən? İçki var, arvadlarla bir yerdə oturmaq var, başaçıqlarla bir yerdə oturmaq var, içki var, demək var, gülmək var. Ramazan ayında, Qurban bayramında bu yoxdur axı şərab, içki. Mən şər və böhtan atmıram və sənə də demirəm ki, sən içirsən. Sadəcə ümumi olaraq bu bayramın təməllərindən danışıram mən. Tamam, sən içki içdiyimi görməmişəm. Yəni Nəysə. Yad eləyir, yəni Quranda qohumluq əlaqəsini gözətir və ya birinin bir Mən bayramdan danışıram, sən qohumluq əlaqəsindən danışırsan. Mən bayramdan danışıram.
Hara getdin sən? Bir uşağına hədiyyə almasını Allah qadağan eləmir. Yeni ili keçirtməyi Allah qadağan eləmir. Sadəcə sən gözəl qardaş, sən qalmısan ənənəvi dində. Ənənəvi dindən, hədis kitablarından çıxa bilmirsən. Orada sənin yəni incimə bu sözündən, məsələn, Buxari əmin var, Tirmizi. Fikir verirsiniz necə Yahudi və xaçpərəst bayramlarını müdafiə edir. Amma sən qalmısan hədis kitablarında. Ramazanı keçirdirsən, Qurban bayramını keçirdirsən. İndi o söhbətə gəlirik. Tirmizi əmin var. Bunlar sənin ilahın olduğu üçün, yəni Allahın hökmü sənə hökm olmadığı üçün sən də onların hökmü ilə Allah adına hökm çıxardırsan. Bəli, sözlərim biraz bəlkə təsirli ola bilər. Amma inan ki, səni incitmək üçün demirəm, səni ayıltmaq üçün deyirəm. Allah sənə hər hansı bir bayramı keçirtməyi qadağan eləmir. İndi deyir, bax, deyir ki, Allah sənin hansısa bayram keçirməyi qadağan etmir. İndi isə Ramazan və Qurbandan danışın. Baxın, görün necə deyir. Onlar o bayram deyil və s. Bəs qadağa etmirsə elə qoy bu Ramazanı da keçirdin də, Qurban bayramını da keçirdin də. Nə olar ki? Müsəlman bayramı deyilən bir şey də yoxdur. Özünüzü yormayın. Aha. Ramazan bayramı yoxdur. Ramazan ayı var və o aya şahid olduğunuzda oruç tutun deyə bir əmr var. Qurban bayramı deyilən bir şey yoxdur. İbrahimin nə bilim oğlunu qurban kəsmir. Nəysə, bu da Quran inkarçılarıdır. Elcan da adı. Tanıyırsınız. Esselamu Aleyküm. İzləyin və paylaşın. Hədis inkarçılarını paylaşın. Onlarda yeni il var. Onlarda ad günü var. Amma Ramazan və Qurban bayramı yoxdur. Subhanallah. Mən əgər bu kitabı qoyub kənara gedirəmsə, Nahl surəsinin 64-cü ayəsini çeynəyirəm. Çünki Allah deyir, mən bu kitabı ixtilafları aradan qaldırsın deyə göndər. Mən əgər bu kitabı qoyub kənara gedirəmsə, Nahl surəsinin 64-cü ayəsini çeynəyirəm. Çünki Allah deyir, mən bu kitabı ixtilafları aradan qaldırsın deyə göndər.